çevirme. De görüm ne olub? Niye bu kadar üzgünsən? Dayan. Heç demeye ehtiyac yoktur. Bilirəm. Bilirəm hal-hazırda üzgünsən. Heç bir işin yolunda getmir. Sıkıntılar içərisindəsən, geceler ağlayırsan, fikir edirsən. Canın çox ağrıyır, çox üzgünsən. Amma bax, diqqətlə qulaq as. Bunların hər birini bir kənara bırax, yeni həyata başla. Çünki sən, əgər bu qədər əziyyətlər çəkirsənsə, demək sən Allahın ən sevimli bəndəsisən. Heç də əlbi üzmə, Allaha bir addım yaxın gəl və bacar hər çətinliyə rağmen hər zaman Allaha şükür etməyi və Allaha daha da yaxın olmağı bacar. Sevinəcəksən. Bilirəm, heç bir işin yolunda getmir, yəni geceləri heç sevmirsən. Çünki gecelər sənə o qədər acılar yaşadır, o qədər beynində fikirləri, xəyalları o qədər edirsən ki, artıq yorulmusan. Artıq belə çıxır ki, həyatından bezmirsən, amma yox. Heç bir zaman həyatından bezmə. Həyatıma daha da bağlan. Bilirəm, üzgünsən, amma həqiqətən də dosta ehtiyacın varsa, bax, buradayam. Dərdləşmək istəyirsənsə, yaz. Ürəyini heç də üzmə. Bax, gözəl izləyicim. Sən xoşbəxtliyə layiqsən. Çünki Allah səni sevir. Sən Allahın sevimli bəndəsisən ki, bu qədər sıxıntılar, bu qədər acılar, bu qədər ağlamaqlar məhz sənin başına gələcək bir hadisədir. Bunun üzgüntüsü bir tək sənin öz günahındır. Çünki sən özünə dəyər verməyi, özünü sevməyi bacarmalısan. Bax, mən dediyimi et, görəcəksən ki, həyatın necə tamamilə dəyişəcək. Biraz Allaha daha da yaxın ol və Allahdan istə. Nə istəyəcəksən istə. Çünki Allah səni sevir. Allah səni qorusun. İnşallah Ramazan ayında sevinəcəksən. Yadımdan çıxmışdı. Ramazan ayında mübarək olsun. Əgər oruç tutursansa, Allah orucunu qəbul etsin. Əgər oruç tutmursansa, Allah oruç tutmağı sənə nəsib etsin. Heç də üzülmə. Hər şey yaxşı olacaq. Tez bir zamanda sevinəcəksən. Həqiqətən də sevinəcəksən. Bax, bunu səmimi deyirəm. Elə bir vaxt gələcək ki, çəkdiyin acılara baxıb şükür edəcəksən ki, Allahım, şükür olsun ki, bu qədər acılara dözdüm və səbrimin nəticəsini gördüm. Allah səni xoşbəxt etsin. Ruzu, bərəkətin, qazancın bol olsun. Çıxdığın yollarda xeyir tapasan. Əgər bu video sənin qarşına çıxdısa, takip atmağı, bəyənməyi, amin yazmağı, paylaşım etməyi, kopyalamağı unutma. Və Allah səni qorusun.